OBS. Hello, ladies and gentlemen, welcome to our lesson, and let's start our lesson, shall we? Salam kanallar ve canımlar, dersimize hoş geldiniz. Sizlerle danışan kapitan pilotunuz. Zarf edelim. Deməli, Nizat Vəliyevdir. Gəlin başlayaq. Okay, let's start our lesson. Let's see what we have for today. Gəlin görək bu günə nəyimiz var. Okay, I'm open. I assume that you can see my screen right now. Düşünürəm ki, siz bir dəqiqə mənim hal-hazırda ekranımı görə bilirsiniz. Bir dəqiqə, aşağıdan kimsə mesaj göndərir. Bir dəqiqə mesajları bağlayayım. Chat'i bağlamışam. Chat, share the screen. Bir də saniyə chat'də bir dənə bağlayaq. Let contributors share old audio. Teacher, I see the button. I saw it. You saw it? Let chat moderation. Chat let's moderation, let participants send. Okay, thank you. Yes. Let's start, my dear friend. Right now, we have closed the chat as well. Biz hamçinin chat'i də bağlayırıq dostlar. And we continue deep dive to the lexicology of the English language. İngilis dilinin leksikolojisine dərin dalışımızı davam etdiriyoruz dostlar. Bizim dərslərimiz deməli, son səfər burada harda qalmışdıq? If I'm not mistaken, in our last lesson we were talking about body and movement. Yes, we were talking about that. And after the body and movement, if I'm not mistaken, we have also talked about describing appearance. Bədən və görünüşdən sonra mən düşünürəm ki, biz xarici görünüşü təsvir etmək barəsində də danışdıq. Now we are talking about describing character, my dear friends. İndi biz xarakteri formalaşdırmaq barəsində danışacağıq. Okay, if somebody wants to answer some of my questions, of course they can. Əgər kimsə mənim bəzi suallarıma cavab vermək istəsə, onlar cavab verə bilərlər, əlbəttə ki, əllərini qaldırmaq şərti ilə. Xahiş edirəm, mikrofonu əl qaldırmamış açmayın. Bu birinci qaydadır. What are you like? Əziz dostlar, just a moment. Bura bir dənə diqqət edirsiniz. Bir dənə Niji boardumuzu açırıq. Getdik. Okay. Bura bir dənə diqqət edirsiniz. Baxın, biri var deyirəm ki, what do you like? What do you like nədir? Deməkdir ki, sən nəyi sevirsən, nəyi xoşlayırsan deməkdir o. Elə deyilmi? Sən nəyi xoşlayırsan. Bu mənanı verir. Amma bəs what are you like nə deməkdir əziz dostlar? Şey tapsam. Tapdım. What are you like? Gəlin bu ikinciyə baxaq. What are you like? Bəs bu nədir əziz dostlar? What are you like? Sən necə birisən deməkdir. Birisən. Deməli, birisən. Okay. Bunun fərqi nədir? Bu ikisi arasındakı fərq nədir? Uşaqlar, və like necə olur ki, bəzi şagirdlərimiz belə bir sual verə bilərlər. Müəllim, mən ingilis dilinin lisan-ı ingilisin qrammatikasını düz yarısına kimi oxumuşam. Amma əfsuslar olsun ki, görməmişəm ki, orada what are you like deyilsin, what do you like görmüşəm. Present simple zamanında deyə bilərlər, qrammatikanı biraz bilən şagirdlərimiz. Amma mən what are you like görməmişəm. Ay hocam, bu what are you like nədir, niyədir, nədən ötəridir? Babam böyle pasta yapmayı nereden öğrendi? Deməli, bu nədir? Bunu gəlin bir dənə dəqiqləşdirək. Burada like-ın iki dənə mənası var, yadda saxlayın. Biri var like feildir. Yəni ki, xoşlamaq mənasında, sevmək mənasında, sevmək, xoşlamaq mənasında. Xoşlamaq. Burada like feil rolunu oynayır və present simple-ın daxilində və yuxarıda present simple kimi istifadə olunubdur. Gələcəkdə present simple zamanını keçəndə qrammatikada sizə tələbələrim olacaq da dostlarıma. Orada görəcəklər ki, biz deyirik ki, do da subject feilin birinci formasından istifadə edir present simple zamanı. Ona görə də like burada feilin olmalı olduğu yerdə gəlib oturubdur və özünü feil kimi aparır. What do you like? Sən nəyi sevirsən, sən nəyi xoşlayırsan mənasını verir. Like-ın biri də bir mənası da əziz dostlar, kimi, oxşar mənasını verir. Oxşar.
Okay. Və burada like preposition sözünü rolunda çıxış eləyir əziz dostlar. Burada feil deyildir. As necə feil deyildir? Bax onun kimi. What are you like? Sən necə birisən? Sən nəyə oxşuysan? Nətər də xəssiyyətinə bala deyir burada. Getdik. Burada gəlin görək 2 dənə müxtəlif baxın. Burada belə bir şey vardır. Cədvəl vardır. Cədvəlin məqsədi nədən ibarətdir? Burada məsəl üçün kimsə birdirsə, məsəl üçün bir nə deməkdir? Bir o deməkdir ki, mən həqiqətən bu tərəfə çox yaxınam, bax burada. Biraz da daha yaxınlaşdırım ki, siz daha yaxından görəsiniz. Aha, daha da yaxınlaşdırdım əziz dostlar. Bir nə deməkdir? Bir deməkdir ki, mən bura daha çox yaxınam. 5 nə deməkdir? Mən bura daha çox yaxınam. İndi birincisində deyir ki, I think I am very positive. Mən düşünürəm ki, mən çox pozitiv insanam. Yəni müsbət ab-havalı, pozitiv ruhlu. İkincisində deyir ki, I am quite a negative person. Mən olduqca negativ insanam. İndi, who can speak with me in English here? Of course, I'm not talking about Hüseyin Qurbanov because Hüseyin is my own student. That's why I know that he can speak English very well. Biz Hüseyin Qurbanov haqqında danışmırıq əlbəttə ki, çünki o mənim öz tələbəmdir və bilirəm ki, Hüseyin qrupdan atılmaq istəyirsən deyəsən, ingilis dilində o yaxşı danışır. Getdik, davam edirik. Başqa kim mənim verəcəyim bəzi suallara cavab vermək istəyir ingilis dilindən burada bir dəqiqə. Okay. Okay. Əziz tələbələr, cəsarətli olun biraz. Hüseyin, əlini aşağı sal. Deməli, yoxdur başqa. Okay, yoxdur, yoxdur. Hüseyin, just leave me alone, please. Just don't worry. Today we have a lesson and you will talk in English a lot. Bugün dərsimiz var və çox danışacaqsan ingilis dilində. Fine. Okay, just shut up for that. Let's continue. Yaxşı. Mənlə ingilis dilində danışmaq istəmirsiniz, əziz dostlar. Bu yaxşı olmadı. Bax, qəşəng suallar verəcəydim sizə. İkincisində nədir? I'm usually reliable. Salam. Kimdir bu? Kimsə salam müəllimdir. Rahibə. Aha, Rahibə. Okay, can you speak in English, Rahibə? Okay, no. Okay, unfortunately, yox. Davam edirik əziz dostlar. Deyir ki, I'm usually reliable. Reliable nə deməkdir? Güvənilir deməkdir əziz dostlar. İkincisində nədir? I am quite unreliable. Mən olduqca güvənsiz biriyəm. Okay, reliable və unreliable-ı biz insanlar barəsində deyil təkcə digər bütün yerlərdə də istifadə edə bilərik əziz dostlar. Məsəl üçün biz deyə bilərik ki, məsəl üçün this company is quite reliable. Bu şirkət olduqca güvənilirdir. Və yaxud da biz deyə bilərik ki, this site is quite unreliable. Bu sayt olduqca güvənilir olmayan saytdır. Okay, just be careful. We can use all of these not only for our characters, we can also use these for the things outside of our character. Biz bunları yalnız karakterimiz üçün deyil, karakterimizdən kənar şeylər üçün də istifadə edə bilərik əziz dostlar. I am quite confident. Mən olduqca özünə güvənən insanam. Confident nə deməkdir əziz dostlar? Özünə əmin, özünə güvənən, yəni bacarıqlarını bilən, o qədər də çox çəkincən, utancaq olmayan insandır. Shy nədir əziz dostlar? Shy bunun tam olaraq əksidir. Yəni utancaq deməkdir. I'm quite shy. Əziz dostlar, siz esselər yazarkən də bunlardan geniş şəkildə istifadə edəcəksiniz. Reliable sözüdür, unreliable sözüdür, shy, confident sözləridir. Həqiqətən də gündəlik həyatın ayrılmaz hissələridirlər və bunları cümlə daxilində öyrənməyiniz sizin yadda saxlamanız üçün çox önəmlidir. Okay? That's why just be as careful as you can. Və məhz buna görə də bacardığınız qədər diqqətli olmağa çalışın əziz dostlar. Davam edirik. I'm hardworking. Hardworking nə deməkdir? Yəni çalışqan. Okay? I'm quite lazy. Olduqca deyir tənbələm. Biri deyir olduqca çalışqanam, olduqca tənbələm. Who thinks that he or she is quite lazy in this group, my dear friends? Who thinks that he or she is quite lazy in this group?
Unfortunately, you don't want to speak in English. Okay, today just I am asking this question to Hussein. Hussein, do you think that you are quite lazy or confident in or hardworking person? Quite lazy from 3 to 5. Like Okay, bizden 5'e atan biraz tembel. okay, you count yourself as as a Middle. very lazy Middle. person. No, I'm in middle. Okay, you are in the middle. Three. Okay, 3 or 4. You just Sometimes want to I'm lazy, sometimes I'm hardworking. Arada Okay. tembelim, arada biraz. When do you want to work most of the time, my dear friend? When do you just want to work? Just don't answer me in Azerbaijani language, please. Okay, I mostly want to work when I have many homework because in much homework because in Wednesday I am having four learning lessons. Like I need to learn history, Azerbaijani Okay. tabiat neceydi? Nature. Thank you for your answer, my dear friend. Thank you for your answer. We continue. Okay, let's continue, my dear friends. If somebody also wants to answer some of my questions about the characters, they can, okay? Don't be shy, please. Əgər kimsə mənim xarakterlər barəsində suallarıma cavab vermək istəsələr, şeyindən başqa kimsə əlbəttə ki, səsini eşitməkdən bezmişəm onun özünə deməyin. Deməli, onlar da cavab verə bilərlər. Hüseyin, bir dənə də səhvim var idi ki, you had another mistake as well. Just a moment. What was it? On Sundays, okay? In front of the days we use on. On. Günlərin önündə on hər zaman istifadə edirsən. Uşaqlar siz də günlər. Onlar barəsində, prepositionlar barəsində gələcəkdə danışacağıq, okay? Let's continue, my dear friends. I have a good sense of humor. Nə deməkdir? Mənim yaxşı yumor hissim var. For example, if you want to describe yourself, əgər siz özünüzü təsvir etmək istəyirsinizsə, you can say that. Siz deyə bilərsiniz ki, I have a good sense of humor. Mənim çox yaxşı yumor hissim var. Actually, I think that I can't tell it about myself that I have a good sense of humor, but I don't know, just I think that people must judge it. Mən düşünürəm ki, mən özüm haqqında yaxşı yumor hissinə malik olduğumu deyə bilərəm, amma düşünürəm ki, insanlar bunu əlbəttə ki, deməlidir kənardan. I'm quite serious. Mən olduqca ciddiyəm. Rus dilində var o seriozlu söhbəti. Bax budur əziz dostlar. I'm quite serious. You can use it in our everyday life. Okay. Is there anybody here that wants to answer my question? And is there anybody who thinks they have good sense of humor? Okay. Somebody. Oh, Sam, just. I'm going to just cut you off the lesson. Okay, let's continue. Nobody. I'm usually quite patient. I'm quite impatient. Mən olduqca səbirli və olduqca səbirsizəm. Okay, my dear friends, what's the problem here? Patient səbirli deməkdir. Amma patient sözünün başqa bir mənası da vardır həmçinin. Patient sözü ingilis dilində həmçinin pasiyent, xəstəxanada yatan adam mənasını da verir. Okay? Buna diqqətli olun. Belə yadda saxlaya bilərsiniz. Xəstəxanada yatan adam biraz səbirli olmalıdır ki, sağalsın. Yəni bir beyninizdə əlaqə qurursunuz. Ona görə də patient'ı onunla əlaqələndirə bilərsiniz. Common mistakes. Əziz dostlar, kitabımızın bu rubrikasını mən çox sevirəm. Nədir bu common mistakes? Yəni ümumi edilən səhvlər. Burada nə görürük? Burada biz görürük ki, ingilis dilində harada insanlar hansı səhvləri daha çox təkrarlayırlar. Getdik. Deyək ki, what's he like? O necə biridir? Okay. Biz how's he like demirik, okay? Yəni like-ı nə dedim? Like-ın necə mənasını verdiyini sizə göstərdim, amma how is he like demirik əziz dostlar. What's he like deyirik, okay? Buna diqqət edin. He is very nice. O olduqca yaxşıdır. Not he's like very nice, okay? Yəni yaxşı kimidir deyəndə biz like istifadə etmirik, okay? Just be careful about it. And we have additional adjectives here, my dear friends, which can help you in your essay writings. Burada əziz dostlar əlavə adjectivelərimiz vardır, hansı ki sizin ingilis dili lüğətinizin güclənməsinə və yaxud da
essedə hər hansı bir sözü əvəz etmənizə kömək edəcəkdir. Birinci generous sözünə baxırıq. And let's look at the definition of this word. Gəlin bu sözün bir dənə də açıqlamasına baxaq önündə. Happy to give more money or help than is usual. Deyir, adi vaxtlardan daha çox pul verməyə və yaxud da kömək etməyə maraqlı insan. Bu nədir? Generous sözüdür əziz dostlar. Okay, just a moment. Oh my god. Can you see my screen? Mənim ekranım getdi gəldi uşaqlar. Ağardı, bozardı. Sizdə bir problem yoxdur ki, görə bilirsiniz mənim ekranımı? Yes. Ha, okay. Sizdə olmadı ki, o belə ağarma, rəngin dəyişməsi ekranı. Yox. Okay. Maraqlıdır. Deyəsən, kompüterim özünü intihar etməyə çalışır. Getdik. Generous. Təbii ki, bir dənə video yazıda gedir. Hə, video yazdım normalda. Ay Allah, nə baş verir? Ola bilsin, ayağım şunlara falan deyib. Generous. Happy to give money. Səxavətli insan deyirlər, əziz dostlar, Azərbaycan dilində və yaxud da əlaçıq insan. Cimri olmayan. Mean sözünün müxtəlif mənası var idi, əziz dostlar. Mean sözünün ingilis dilində birinci mənası mənaya gəlmək deməkdir. Məsələn, what do you mean? Nə demək istəyirsən? What does this word mean? Bu söz nə mənaya gəlir? Amma mean sözünün ingilis dilində bir mənası daha vardır. Xəsis deməkdir, əziz dostlar. Yalnız özünü düşünən, selfish. Yəni ki, yalnız özünü düşünən insan. Okay, this word also means mean. Bu sözdə həmçinin mean mənasını verir. Honest. Honest dürüst deməkdir, əziz dostlar. An honest person tells the truth. Gördüyünüz kimi, vicdanlı, dürüst insan gerçəyi deyil. Bunu bəzən vicdanlı olaraq tərcümə edirlər bizim Azərbaycan dili. Bir çox tərcümələrimizdə bunu belə görürük. Amma vicdanlıdan daha çox, əziz dostlar, dürüst deməkdir. Okay? Honest, dürüst mənasını verir. Buna diqqətli olun. Vicdanlı deyildir bu söz. Dishonest nədir? Dishonest də şərəfsiz. Dürüst olmayan insana deyilir. Okay? Okay. Davam edirik. Clever, intelligent. Intelligent. Demək, clever ağıllı deməkdir. Intelligent də əlbəttə ki, yenə intellektual ağıllı mənasını verir. Able to learn and understand things quickly. Hər hansı bir şeyi rahat bir şəkildə öyrənə bilən və başa düşə bilən insana deyilir. Stupid nədir? Stupid. Okay, I always called somebody stupid, but I'm not giving that person's name here. Okay, I think everybody understood. Say, did you understand the message underlying Yeah, of course. That's message from the future. Yes, that's message from the future. Demək, calm, sakit deməkdir, dostlar, soyuqqanlı mənasını da verir. Okay, diqqətli olun. Relax, not worried or frightened. Fikir verirsiniz, definitionına baxın. Relax olmuş insan, narahat olmayan və yaxud da qorxmayan insana deyilir. Burada nə var? Nervous, anxious. Aha, gəlin buna baxalım. Uşaqlar, nervous sözü nervoz deyildir ha. Baxın, nervous sözünü bəzi tələbələrimiz elə bilir ki, nervoz, əsəbi, dəli. Amma bu deyil, okay? Nervous, bax, iki dənə həyəcanlanmaq sözü vardır ingilisində. Var excited, məsələn, belə bir cümlə quram. Deyirəm ki, I am, just a moment, I am excited. Bu nə deməkdir? Mən həyəcanlıyam. Yəni, yaxşı bir şey baş verəcəkdir, mənə hədiyyə verəcəklər. Mən ona görə çox həyəcanlıyam. Amma bir də var deyirəm ki, bax, burada nə idi? Burada mənim ad günümdür. It's my birthday. I'm excited. It's my birthday. Okay, bu gün mənim ad günümdür. Deməli, sonra ikincisində nə deyirəm? Deyirəm ki, I am nervous. Baxın, bu ikinci həyəcanlanma sözüdür. Niyə? Çünki bir saniyə, I am excited, it's my birthday, bunu düzgün yazaq. Burada da belə deyirik. It's the exam day. Bugün imtahan günüdür. Ay Allah, bütün il oxumamışam. It's the exam day. Görəsən, bugün imtahan günüdür. Mən nə qaracam, nə edəcəm? Deməli, I am excited. Bu xoş həyəcana deyilir, əziz olsa. I am nervous isə bu belə əməlli başdır. Yəni nə etmək? Yəni
belə deyim də, həyəcanlanmaq, ay Allah, neyləyəcəm görəsən, bax, ona deyilir, əziz dostlar və verilişimizin sadiq qonaqları. Language help, dildə kömək. Gəlin görəyim, burada biz kinddir, friendlydir, nicedir, bu sözləri, pleasantdir, bu sözlərin hamısını Azərbaycan dilində biz eyni üzrə tərcümə etməyə çalışırıq. Amma lisan-ı ingilisdə, əziz dostlar, bu sözlərin hamısı eyni məna vermir. Gəlin görək, hansı mənalara malikdir? Deyir ki, we use kind to describe someone who wants to help people a lot. Biz kind sözündən insanlara çox kömək etmək istəyən insanlar üçün istifadə edirik. For example, we can say that he is very kind because he's having free English lessons. Özüm tərifləyirəm. Deməli, o çox mehribandır çünki onun pulsuz ingilis dərsləri olur. And nice, friendly or pleasant for someone who is happy to talk to people. Və yaxud da nice, friendly və pleasant sözlərindən istifadə edirik ki, uşaqlar insanlarla belə deyim, danışmaqdan zövq alan insanlar üçün istifadə edirik. Aha, deməli burada maraqlı bir məsələ oldu. Məsələn, sən friendly ola bilərsən, amma bu demək deyil ki, sən kind insansan. Sadəcə mən səndən söhbət eləməyi, yəni insanlarla söhbət eləməyi mən sevirəm. Bu nəyəm mən burada? Mən friendly insanam, okey? Amma kind deyəndə necədir? Vicdanlıdır bu, insanlara kömək eləsin. Zamanı insanı deyil də, belə deyir. Deməli, sonra davam edirik. The opposite are unkind, unfriendly and unpleasant. Bunların əksləri unkind, yəni qeyri-mehriban, vicdansız, unfriendly, belə deyim, dostcana olmayan və unpleasant, xoş olmayan insanlara deyilir. Deməli, kind də əsas məsələ kömək etməkdə, əziz dostlar. Nice, friendly, pleasant də isə sadəcə ünsiyyətdə xoş olan insanlar üçün istifadə edilir. Describing a friend, bir dostu təsvir etmək. The first thing I would say about my best friend is that he is very sensible. Burada maraqlı sözlər var. Deyir ki, ilk şey mən dostum haqqında deyə biləcəyim bir şey ondan ibarətdir ki, o çox məntiqli insandır. Sensible sözünün mənası nədir, əziz dostlar? Məntiqli deməkdir. Yəni, bir hərəkəti görəndə bu insan məntiqli davranır. Bu hərəkəti görəndə bu insan, yəni, belə deyim də, məsəl üçün, dostum özünü pəncərədən aşağı atdı, sən də mi atacaqsan, mən də atacam, söhbət eləmir, məntiqli davranır. Sensible, məntiqli düşüncələrindən, məntiqindən hərəkət edən insana deyilir. Açıqlamasına baxın. Practical doesn't do stupid things. Praktik insandır, axmaq şeylər etmir mənasını verən bir açıqlama da veribdir ingilisində. I've never known Emilia to do anything silly. Mən Emilia'nın heç vaxt, deməli, axmaqda bir şey etdiyini görməmişəm. Burada iki dənə söz var, əziz dostlar. Silly var, stupid var. İkisini də bizim dostlarımız eyni cürə təsvir etməyə çalışır. Axmaq da olaraq təsvir etməyə çalışır. Mən də danışıq dilində Azərbaycan dilinin bəzi məsələlərdə kasad qrammatika, lüğət ehtiyatını nəzərə alaraq bu sözü əfsor olsun ki, yəni axmaq da olaraq tərcümə etmək məcburiyyətində qalmışam. Amma silly ilə stupid arasında fərq vardır. Və silly ilə stupid arasındakı fərq nədən ibarətdir? Deməli, birinci silly sözünə baxırıq, sonra stupid sözünə baxırıq. Stupid, you stupid. Stupid uşaqlar axmaq deməkdir və bu biraz təhqiramiz səslənir. Okey. Təhqiramiz səslənir. Okey, təhqiramiz səslənir. Stupid, yəni elə, axmaq, yəni ağlı yerində deyil sənin. Amma bu da axmaq kimi tərcümə olunsa da, bu biraz naiv insanlar üçün istifadə olunur. Naiv, belə deyim də, biz deyirik, xalq dilində lain yəni işiniz bilmirəm, bir yollayalım. Yəni, naiv insanlar üçün. O qədər də təhqiramiz səslənmir bu əslində. O qədər də təhqiramiz səslənmir. Belə deyim də, elə bil o trollar olur, görürsünüz belə üzündə bir şey, belə naiv, axmaq ifadə ilə, belə bil, çox üzr ifadə, po ifadə olur, belə. O, əziz dostlar, o nədir? Silly'dir. Hətta bəzən silly'ni şey barəsində də istifadə edirlər, belə, necə deyim? You silly, yəni sən axmaq, pis mənada yox, yəni ayda, necə naiv insansan, buna inandım mənasında.
Bunun üçün istifadə olun. Fikir verirsiniz, normalda silly ilə stupid eyni bilirdiniz, amma lisan-ı ingilisdə bunların arasındakı fərq nə qədərdir? Okay, somebody raised their hand. Həqiqət Mustafayeva. Okay, please go on. Buyurun. Həqiqət. Əlinizi qaldırdınız. Mikrofon açmağa çalışırsınız hal-hazırda. Bəncə mikrofon ayarlarına icazə vermişəm. Bəli, mikrofonunuzu aça bilərsiniz. O zaman səhvən olub yəqin ki, əlinizi qaldırmağınız. Yəqin özünüzün də xəbəriniz yoxdur. Okay, let's continue my dear friends. Okay, let's continue. Deməli, and I know I can trust her. Və mən inanıram ki, mən ona güvənə bilərəm. Trust güvənmək deməkdir, əziz dostlar. She's also very creative. O həmçinin çox yaradıcıdır, kreativdir. She makes things. O bəzi şeylər düzəldir. And she's very talented artist. Və o çox istedadlı rəssamdır. Əziz dostlar, bu artist o bildiyimiz artist deyildir, okay? Hani artist deyilirsən mənasındakı artist deyildir. Bu nə artistidir? Bu rəssam deməkdir, əziz dostlar, tamaşaçılar və verişimizin sadiq qonaqları. I wish, bu çox gözəl bir qrammatik ifadədir, göstərəcəyim sizə. I wish I had her talent. Bu çox gözəl bir qrammatik ifadədir. Gəlin görəyim, burada rəssam nə demək istəyir? Deməli, I wish ifadəsi nədir, əziz dostlar? I wish ifadəsi lisan-ı Azərbaycanidə deməli, kaş ki mənasını verir. Deməli, kaş ki mənasını verəcəkdir. Deməli, I wish kaş ki deməkdir. Yəni, kaş ki belə olaydı, elə olaydı və özündən sonra adətən past tense. Keçmiş zaman gətirir. Əziz dostlar, I wish you weren't that stupid. Kaş ki bu qədər axmaq olmazdım. Belə bir ifadəni məsəl üçün istifadə edə bilərsiniz dostlarınıza, tanışlarınıza, mehriban olduğunuz insanlara qarşı. Amma ehtiyatlı olun. Deməli, və yaxud da I wish I had $1 million. Kaş ki məndə $1 milyon olardı. Görürsünüz uşaqlar, xəyallarımızla kasıbdır. 1 milyard demirik, milyon deyirik. Deməli, bura qədər hər şey aydındır yəqin ki sizə. Ona görə bunu əziz dostlar, mən bir dənə şəklini çəkirəm, qrupa atıram. Hər ehtimala qarşı deməli, atdıq qrupa, sonra davam edirik. Bax, burada nədir? I wish I had her talent. Fikir verin, eyni qaydadan istifadə edirik. Kaş ki, məndə onun istedadı olaydı. Yəni, burada gördüyümüz nədir əziz dostlar? Burada gördüyümüz o ki, bu bunu qısqanır məncə öz dostunu. Emilia da qısqanır məncə. Nəysə. Bura qədər ümidvaram ki, hər kəsə hər şey aydındır əziz dostlar. Gəlin, davam edək növbəti ilə. Buranı bitirmədən öncə deyin görün, burada nəsə sualı olan varsa, əlini qaldırsın, sualını versin, yoxsa keçək o biri unitdə. Do you have any question that you would like to ask about this unit, my dear friends? No, you don't have. Then let's start the next unit. Okay, somebody is liking. It's just a moment. Yes. What? Okay, let's go. Feelings, duygular, hisslər. Now we are talking about feelings, my dears. İndi biz duygular və hisslər barəsində danışacağıq əziz dostlar. How do you feel? Necə hiss edirsən? Feelings, əgər isim kimi istifadə olursa, adətən ingilis dilində cəmdə gələcəkdir. Demirəm, my feeling hər zaman cəmdədir. Baxın, adətən deyirəm, hər zaman və adətən arasında fərq vardır. Feelings, adətən ingilis dilində cəmdə istifadə olunan bir şeydir, əziz dostlar. Getdik. How do you feel? Sən necə hiss edirsən? Biz səni bunları bir kənara atım. Bunu kənara ataq. Ay, sağ ol, bu çıxasın. Getdik. We use emotion and feelings for something which someone feels strongly about. Deyir ki, biz emosiya və yaxud da hisslərdən bir insanın nəsə barəsində güclü hiss etdiyi hiss üçün istifadə edirik. E.g. İngilis dilində E.g. nə idi? Bunu Hüseyin deyəcəkdir. Nə idi E.g.? Example gratis. Yes.
və bəzi dostlarınız müəllim orada İtalyan dilinə keçdi axı deyəcəkdi. E.g. ingilis dilində exempli gratia deməkdir və latın dilindən gəlibdir. For example sözünün latın dilindəki versiyasıdır, ingilis dilinə də keçibdir və lisan-ı ingilisdə də eyni cür istifadə olunur əziz dostlar. Ona görə də şoka düşməyin. E.g. məsəl üçün deməkdir. For example, love, hate or anger və sevgi, nifrət və yaxud da qəzəb. Emotions are part of our character. Emosiyalar isə bizim xarakterimizin bir hissəsidir. Kitabın izahına diqqət edin. Deməli, emosiya bizim xarakterimizin hissəsidir. E.g. məsəl üçün, Tima is a very emotional person. Tima çox emosional insandır. As you can see from the sentence, cümlədən gördüyünüz kimi, emotional person, emosional insan bizim xarakterimizin bir hissəsi olduğu üçün emotion'ı adətən biz xarakter hissəsi olaraq istifadə edirik. Do you always show your emotions? Sən tez-tez öz emosiyalarını biruzə verirsən, tipli cümlələrdə istifadə edə bilərsiniz, əziz dostlar. Deməli, feeling is often plural. Feeling adətən cəmdə istifadə olunur. Demirəm, amma bunun təki yoxdur. Diqqətli olun. Feeling sözü, hiss sözü adətən cəmdə istifadə olunur. E.g. exempli gratia, yəni məsəl üçün, she doesn't like talking about her feelings. O, hissləri barəsində danışmağı sevmir. Okay. Davam edirik. Gördüyünüz kimi hissləri barəsində, hissi barəsində deməyəcəyik. Azərbaycan dilində hiss sözü bir s ilə yox, iki s ilə yazılır. Ehtiyatlı olun əziz dostlar. Bir s ilə yazılan duman tüstü hissdir. Getdik. I'm very proud of my son's success, but I am a bit disappointed that the local paper hasn't shown more interest to the story. Bir də saniyə uşaqlar, bir də saniyə. Ay könül, biraz sakit. Mən çox fəxr edirəm oğlumun deməli uğuru barəsində, but I'm a bit disappointed. Amma biraz üzgünəm ki, the local paper, yerli qəzet hasn't shown more interest in the story. Yerli qəzet hekayəyə o qədər də maraq göstərməyibdir. Deməli, proud of fəxr etmək deməkdir, disappointed məyus olmaq deməkdir. Local paper nə deməkdir əziz dostlar? Yerli kağız müəllim, xeyr, yerli kağız mənasını vermir. Paper'in iki dənə mənası var idi. Hətta salib salmayan mənasında da istifadə olunurdu. Xatırlayırsınızsa, əgər paper kağız mənasını verirsə, deməli salmayan isimdir və material adıdır. Yox, paper qəzet mənasını verirsə sayılan isimdir. It's a countable noun and it's not talking about the material. Orada materialdan bəhs etmir. And it can be counted. Və o sayıla bilər əziz dostlar. Okay, let's continue. Gəlin davam edək. The politicians seem confused about what to do. Siyasətçilər nə etməli olduqları barəsində çaşbaş görünürlər. So, I am not hopeful və beləliklə mən ümidvar deyiləm ki, things will improve. Situasiya inkişaf edəcək. Fikir verin. Things will improve deyib əziz dostlar. Əşyalar inkişaf edəcək demir ha burada. Situasiya inkişaf edəcək deyir gördüyünüz kimi. Hopeful nə deməkdir? Hopeful sözünün mənası ümidvar deməkdir əziz dostlar. Okay? Hopeful sözünün mənası ümidvar deməkdir. Confused nədir? Çaşbaş düşmüş və çox maraqlıdır. Diqqətli olun. Bu əziz dostlar feil deyildir. Bu sifətdir və to be ilə istifadə olunacaqdır. Və yaxud da özündən sonra sifət istəyən feillərlə istifadə olunacaq. Müəllim, burada nə demək istəyirsiniz? Şair nə demək istədi? Məsəl üçün, belə bir sözə gəlin baxalım. Biz saniyə buranı təmizləyirik. Okay. Deməli, markerli lövhədən fərqli olaraq biz bir butonla lövhəni təmizləyirik. Getdik. Məsəl üçün, I confused demirsən. Confused. I confused demirsən. Bu səhv bir ifadədir əziz dostlar. I am confused. To be feilindən istifadə olunan bir sözdür bu. Çünki Azərbaycanda çaşbaş düşmüşəm deyirik biz. Düşmək feili vardır. Amma ingilis dilində bunun feili yoxdur gördüyünüz kimi. I am confused deyirik. Mən çaşbaşam deyirik əziz dostlar. Things will improve da situasiya inkişaf edəcəkdir.
əşyalar inkişaf edəcəkdir demirik əlbəttə ki. Burada biraz bədii tərcümədən istifadə etmək məcburiyyətindəyik. Çünki ingilis dilində olan sözlərlə Azərbaycan dilində olan sözlər tam eyni qarşılıq verəcək deyə və yaxud da cümlələr eyni tam qarşılıq verəcək deyə bir cümlə yoxdur. Davam edirik. We were curious to see what all the noise was about. Bizə maraqlı idi bu səs-küy bütün nə barəsində idi. But amma I felt anxious, amma mən belə deyim, narahat hiss etdim when I saw how angry the men were. İnsanların nə qədər qəzəbli olduğunu görəndə. And really scared və həqiqətən qorxdum when they started coming towards us. Nə vaxt ki onlar bizə tərəf gəlməyə başladılar. Okay, buradakı ifadələrə gəlib baxalım. Curious. Okay, buradakı ifadələrə gəlin baxalım əziz dostlar. Curious deməli narahat deməkdir. Anxious deməli bu da nə deməkdir əziz dostlar? Yox, curious maraqlanmaq deməkdir. Nə eləsə maraqlanan. Hər şeylə maraqlanan mənasını verir. We were curious. Yəni bizə maraqlı idi. Ya pişiklərə deyirlər adətən ki, we are curious. Yəni mən maraqlanıram və to be ilə istifadə olunur. Rəhman buyur, əlini qaldırmısan. Yox. Maraqlanan deməkdir əziz dostlar. Nəysə, davam edirik. Sonra but felt anxious, amma narahat hiss etdik. Bu da anxious narahat deməkdir əziz dostlar. Yəni belə deyim, bu bizdə bəzi sözlər var, deyirlər, anksiyetə xəstəsiyəm mən deyirlər. Yəni narahatam mən deyirlər. Anxious burada istifadə olunur əziz dostlar. Yəni narahat mənasını verir. Scared də qorxmuş deməkdir. Yəni nədənsə qorxmaq, qorxmuş olmaq mənasında istifadə olunur. To be scared, to be frightened. Bunların hamısı to be ilə istifadə olunacaqdır. I am curious, I am anxious, I am scared mənasında istifadə oluna bilər əziz dostlar. To be ilə istifadə olunubdur. I think Harry ended the relationship because his girlfriend was getting jealous. Mən düşünürəm ki, Harry öz münasibətini bitirdi. Çünki onun qız dostu deməli getting jealous. Get jealous. Get nə deməkdir əziz dostlar? Gəlin buranın bir dənə izahını verək. İngilis dilində deməli biz sifət var da, bizdə bir dənə sifət var. Məsələn, deyək ki, red. Red nə deməkdir? Qırmızı deməkdir. İndi mən bunu qızarmaq kimi istifadə etmək istəyirəm. Bu qırmızı olsun. Mən qızarmaq demək istəyirəm. Demək istəyirəm ki, onun üzü qızardı. Bu zaman nə edəcəyəm? Bu zaman mən qızarmaq istifadə etmək istəyəndə get plus adjective istifadə edirik. Red, məsələn, deyirəm ki, məsələn, get plus red. Get plus red, nə oldu bu? Qızarmaq mənasını verdi. Qızarmaq. Deməli, get jealous da nə deməkdir? Qısqanırdı mənasını verir. Deməli, ingilis dilində əziz dostlar, getin üstünə adjective gələndə qızarmaq mənasını verir. Okay? Yəni, qızarmaq deyirəm, estağfurullah. Sifəti feilləşdirir əziz dostlar. Okay, burada da deyir ki, onlar münasibəti bitirdilər çünki o qısqanırdı. But now he's quite upset. Amma indi o olduqca üzgündür. Upset, sad, unhappy. Demək olar ki, bunların hamısı sinonim ola bilər. Məsələn, tutaq ki, siz hər hansı bir deyək ki, essay yazırsınız. Orada şəkildə görürsünüz ki, the girl is sad yaza bilərsiniz və yaxud da onun yerinə nə edirsiniz? Onun yerinə daha zəngin olsun deyə, yəni lüğətdən də tam bal alasınız deyə siz nə yazırsınız oraya? The girl is upset deyirsiniz əziz dostlar. Okay? The girl is upset deyirsiniz və upset-i, sad-i upset-lə avtomatik əvəz etdinizmi, lüğətinizdəki keyfiyyət daha da artmış olacaqdır. Adjectives, nouns, sözlərin sifət formaları və isim formalarına gəlin, diqqət edəyin əziz dostlar. Proud, qürurlu deməkdir. Məsələn, və to be ilə istifadə olunandır bunların hamısı. I am very proud person. Mən çox qürurlu insanam. Pride isə qürur deməkdir əziz dostlar. His pride is high. Onun qüruru çox yüksəkdir. Mənasında istifadə edə bilərsiniz. Jealous, qısqanc deməkdir.
jealousy qısqanclıq mənasını verir. Normalda y əslində ingilis dilində adjektiv yaratmalıdır. Amma jealous və jealousy sözündə tərsinədir. Jealous bizdə isimdir, jealousy adjektivdir əziz dostlar. Nə deməkdir? Qısqanclıq deməkdir. Çünki gələcəkdə ingilis dilinin qrammatikasını keçəndə görəcəksiniz ki, ismin də y şəkilçisi mövcuddur sifət kimi. Jealousy nə deməkdir? Qısqanclıq mənasını verir. Curious, çaşbaş düşmüş deməkdir əziz dostlar. The cats are very curious. Pişiklər çox çaşbaş düşmüş dedim, əslində səhv dedim. Hər şeylə maraqlanan. The cats are very curious. Pişiklər çox maraqlı heyvanlardılar. Hər şeylə maraqlanan heyvanlardılar. Curiosity isə əziz dostlar şey deməkdir. Nə deyirlər onun adına? Maraq. Belə deyim, sizə mən maraqlı bir şey göstərim burada. Curiosity dedim, oradan yadıma düşdü. Əgər sənədli filmləri sevirsinizsə və ingilis dilində sənədli filmləri izləyərək ingilis dilinizi yüksəltmək istəyirsinizsə, sizə bir dənə maraqlı abunə ola biləcəyiniz bir şey deyəcəm. Curiosity Stream. Əslində bundan mən də çox istifadə etmişəm. Bunu ingilis dili üçün istifadə edə bilərsiniz. Sizdə əgər belə ingilis dilində baxaraq dilinizi inkişaf etdirmək istəyirsinizsə. Curiosity Stream nədir? Curiosity Stream əziz dostlar elə bir Netflix'i düşünün. Netflix'in sənədli film formasıdır və dili də çox qəşəng, rahatdır. Çox xoşuma gəlir və deyə bilərəm ki, yüzlərlə demək olar ki, sənədli film buradan tapa bilərsiniz. Mən şəxsən çox sevdiyim bir platformadır. Həqiqətən çox xoşuma gəlir. İstəsəniz siz də yararlana bilərsiniz. Düzdür, indi bir dəqiqə istifadə etmirəm. Amma gələcəkdə, yəni yayda boş olduğum vaxtlarda da istifadə etməyi düşünürəm yenə. Yəni keçən yay biraz baxmışdım, bu yayda davam edəcəyim boş olan kimi. Adjective. Adjective nədir? Sifət deməkdir əlbəttə ki. Disappointed nə deməkdir? Məyus deməkdir. Disappointment nə deməkdir əziz dostlar? Məyusluq mənasını verir. Confused, çaşbaş düşmüş. Confusion, çaşqınlıq. Məsəl üçün, belə bir cümlədə istifadə edə bilərsiniz. There was an explosion and the confusion was everywhere. Allah ocaq eləsin. Bir partlama var idi və çaşbaşlıq hər yerdə idi. Anxious, anxiety. Diqqət edin əziz dostlar. Anxious oxunur. Bunun sifət forması narahat deməkdir. Əndişəli mənasını verir. Anxiety isə əndişə deməkdir. Bəzən bu təzə elitistlərin təzə xəstəlikləri var. Bəndə anksiyete xəstəliyi var falan. Bax, o anxiety bunu deməyə çalışırlar. The effect of the weather on our feelings. Havanın bizim hisslərimiz üzərindəki təsirinə gəlin baxaq əziz dostlar. Why do people say they feel more cheerful when the sun shines? Nə cür insanlar deyirlər ki, onlar daha şən hiss edirlər nə vaxt ki, günəş parlayır. Bayaq sizə nə demişdim? Demişdim ki, sədin yerinə upset yazsaz, bu sizin deməli balınızı daha da yüksəldər. Eyni ilə siz happy yerinə cheerful yazsanız, bu da eyni ilə sizin balınızı yüksəldəcəkdir. Məsəl üçün, the girl was very happy, the girl was very cheerful deyə bilərsiniz onun yerinə əziz dostlar. İndi situasiyasından asılı olaraq əlbəttə ki. And miserable when it's raining. Və insanlar bədbin hiss edirlər nə vaxt ki, yağış yağır. Why do some people suffer from seasonal affective disorder? Nəyə görə insanlar belə deyim, fəslin təsir etdiyi uyumsuzluqdan əziyyət çəkirlər. Which makes them feel depressed. Hansı ki, bu onları üzgün hiss etdirir. During long dark winters. Uzun qara qışlar boyunca. Okay, depressiv hiss etdirir, üzgün hiss etdirir. Okay. Can the weather really affect our mood? Həqiqətən də hava bizim mood, əhval-ruhiyyəmizə təsir edə bilərmi? Mood sözünün mənası əhval-ruhiyyə deməkdir. Gündəlik həyatın vazgeçilməz sözlərindən biridir. Hətta müasir dilə də keçibdir. Ay, moodum düşük falan deyirlər. O məsələdir əziz dostlar. Or is it just in our imaginations? Və yaxud da bu sadəcə bizim təxəyyülümüzdürmü əziz dostlar? Imagination. Təxəyyül, bəli, Azərbaycan dilində də gözəl istifadə etmək lazımdır. Mən bacarmıram, amma siz bacarmağa çalışın. Affect və effect sözləri arasındakı fərqə diqqət edin əziz dostlar.
Baxın. Effect görürsüz. Okay. Affect sözünə gəlin bir dənə də tapaq. Burada bir dənə affect sözü də var idi. Bəndəyik. Okay. Seasonal affective. Əslində burada elə gəlibdir affect sözü. Müəllim, affect və effect sözləri nə deməkdir? Bunlar eyni sözlər deyildirmi? Xeyr əziz dostlar, bunlar eyni sözlər deyildir. Affect və effect sözləri. Deməli, affect təsir etmək deməkdir və feildir. Deməli, effect təsir deməkdir və isimdir. Okay? Bunlar arasındakı fərqə diqqət edin. Affect, effect. Yəni, həqiqətən də istifadə yerlərdə kifayət qədər fərqlənir əziz dostlar, gördüyünüz kimi. Sonra, colors, rənglər. Fikir verirsiniz, the effect of color on our imagination. Britaniya dil ləhcəsində əziz dostlar, color sözü U ilə istifadə edilir. Dolu yazılır. Amma lisan-ı Amerikanidə, yəni Amerikan ləhcəsində color sözü U-suz yazılır. Dolor yazılır eləcə. On our emotions, bizim emosiyalarımız üzərində, deməli, yuxu nə idi? Estağfurullah, rənglərin təsiri. Yuxusuz qalmışam bu gecəni, qonşum sağ olsun. Drillə səhər tezdən divarı deşirdi. Ona görə də bir dəqiqə elə yuxu barəsində fikirləşəm, fikir verməyin. Color can have an effect on our mood. Fikir verin, rənglərin bizim əhval-ruhiyyəmiz üzərində təsiri ola bilər. Əhval-ruhiyyəmizə təsir edə bilər deyə tərcümə etmədim. Nə dedim? Necə tərcümə etdim əziz dostlar? Əhval-ruhiyyəmiz üzərində təsiri ola bilər deyə tərcümə etdim gördüyünüz kimi. But how do specific colors relate to our emotions? Amma xüsusi rənglər bizim emosiyalarımızla necə bağlıdır? İndi bunlar haqqında danışacaqdır. Red can make us feel energetic. Red bizi energetik hiss etdirə bilər. But it can also indicate anger. Amma o həmçinin qəzəbi göstərə bilər. Indicate sözünə fikir verin. Sizin yeni sözünüz ola bilər burada əziz dostlar. Indicate göstərmək. Müəllim, bu indicate sözü elə bir mənə hardansa tanış gəlir. Bəli, əgər evinizdə usta işləyibsə, elektriki yoxlamaqdan ötəri deyə bilər ki, mən oradan indikator verin zəhmət olmasa. Indicator sözüdür əslində o. Nə deməkdir əziz dostlar? Yəni göstərici. Yəni o göstərir ki, orada elektrik var yoxsa yox. Indicator sözü oradan gəlmişdir. Indikator sözü oradan gəlmişdir əziz dostlar. Indicate göstərmək, show, indicate sözlərdir. Danışığınızı həddindən artıq gözəlləşdirir bu söz əziz dostlar. Your actions indicate that you don't listen to the lesson. Sənin belə deyim, hərəkətlərin onu göstərir ki, sən dərsə qulaq asmırsan. Məsəl üçün, birinə belə bir gözəl bir cümlə qura bilərik əziz dostlar. Indicate, okay? Green is associated with nature and is good for people suffering from stress. Yaşıl rəng təbiətlə əlaqələndirilir. Associate with. Əgər bunu cümlədə gözəl istifadə edə bilsə, çox gözəl bir ifadədir əziz dostlar. Kimsə əlini qaldırdı. Sən yenə əlini qaldırmısan. Nasıl deyirdin? Yeah, but I think green is like for money and rich. Oh yes, the Generation Z. Yes, actually you're completely right. These days green is associated with money. These days, my dear friend. Is associated with nature and is good for people from suffering stress. Stressdən əziyyət çəkən insanlara deyil, kömək edir. Suffer from ifadəsinə diqqət edin əziz dostlar. Nədənsə əziyyət çəkmək. Çox gözəl bir ifadədir. Bunu da gündəlik həyatınızda istifadə edə bilərsiniz. Pink though, amma ki, çəhrayı is softer and more about maternal love and caring for people. Burada çox gözəl bir ifadə vardır. Maternal love, ana sevgisi deməkdir. Ay müəllim, niyə o mother love olmadı? Mother isim olaraq ana deməkdir əziz dostlar. Maternal love, ana sevgisi deməkdir. Diqqətli olun, anacan
Deməli, caring for da nə deməkdir? Qayğısına qalmaq deməkdir. Deyir, amma ki, müəllim, though-ları mən cümlələrdə görürəm, arkada görürəm, öndə görürəm. Bu nə deməkdir? Amma ki, halbuki mənasını verir əziz dostlar. Amma ki, deyir, təhrai rəngi ana sevgisi barəsindədir və insanların qayğısına qalmağı göstərir əziz dostlar. Blue is relaxing and helps us to be creative. Mavi sakitləşdiricidir və bizi daha yaradıcı olmağa sövq edir. Creative sözü yaradıcı deməkdir. But too much dark blue can make us depressed. Amma həddindən artıq tünd mavi bizi depressiv hiss etdirə bilər. As you can see, my dear friends, here we talked about the effect of colors on our moods, and we also talked about our feelings and emotions, and I think that we have hundreds of new words that we can extract from our units, and I would like to show you our memorized programs actually structure, my dear friends. As you can see, mən sizə bir dənə memorized proqramımızın strukturunu göstərim. Baxın, bu neçənci idi? Bu 12-ci idi də, elə deyilmi? Baxın, bax 12-ci unit, görürsünüz feelings'dir. Orada gördüyünüz bütün sözlərin hamısı burada verilmişdir və indi sizdən bir maraqlı bir şey etmək istəyirəm. Bu uniti necə əzbərləyəcəyinizi sizə göstərmək istəyirəm əziz dostlar. Bu proqramı hamınız yükləyin. Məsəl üçün bir dənə qoy hesabla giriş edim. Məsəl üçün bircə saniyə bir dənə hesabla giriş edək. Sizin üçün maraqlı. Görün indi qaqanız nağaraya, görün indi müəlliminiz nağaraya. Gözləyim bir dənə tələbəmizin açarını götürək buradan. Könül Vəliyeva öz yoldaşımdır. Bunun açarını götürək buradan. Aha, açarını kopyaladıq. İndi gəldik bura. Həmin açarı yapışdırıram. Və burada da müəllimimizin adı kimdir? Nicat Vəliyevdir müəllimimiz. Bəli, yazdırıq Nicat Vəliyev müəllimimizin adını və girdik. Baxın, girdiniz bura əziz dostlar. Görün, proqram nə gözəl təşkil olunubdur. Burada sizin bütün dərsləriniz olacaqdır və istənilən dərsləri izləyə bilirsiniz. Gördüyünüz kimi. Telefonda da bu proqram mövcuddur. Həmin dərslərin quizləri və materiallarını görə bilirsiniz. Ən möhtəşəm məqam isə buradır. Burada biz nə görürük əziz dostlar? Lüğət əzbərləmə bölməsi. Məsəl üçün, gəlin görək, burada neçənci idi? 12-ci idi, feeling. Birinci nə edirsiniz? Əlbəttə ki, birinci girirsiniz review bölməsində. Buradan baxırsınız bütün bu sözlərə və hətta istəsəz onların səslənişlərinə də qulaq asa bilərsiniz ki, dəqiq necə səslənirdi. Ora baxandan sonra əziz dostlar, gəlirsiniz, mən əzbərlədim, oradakı bütün sözləri biləm. Gelirsiniz practice quizə. Praktik eləməyə başlayırsınız. Maraqlı. Maraqlı nə idi? Ay Allah, ay Allah, yadımdan, ayda mənəm bunu axı bilirdim. Oradakı maraqlı sözü nə idi? Görürsünüz burada yuxarıda sizin saniyəniz gedir. Maraqlı nə idi? Ay Allah, bilmədim. Yaxşı. Curious. Səsləndirir bir dəqiqə qulağımda. Bilmirəm, səsi sizə gəlmir yəqin ki. Bircə saniyə qoy elə eləyəcəm ki, səsi də sizə gələcəkdir. Stop sharing. Bircə saniyə gözləyin. Streamlearn aplikasiyası. Aha, indi təsində yayımlamağa başladım sizə əziz dostlar. Getdik. Bax, careful. Gördüyünüz kimi səsi gəldi artıq sizə. Məsələn, maraq. Maraq nə idi? Ha, curious idi maraq sözü. Yadıma düşdü. Yoxsa curiosity idi mi? Ay Allah, hansı idi? Curiosity isim forması idi. Bax, bayaq öyrəndiyimiz şeylər görürsünüz. Anger nədir? Qəzəb deməkdir, elə deyilmi? İndi fikir verin. Fərqli formadadır. Qürurlu. Nə idi? Proud. Artıq mən yazmalıyam. Bir dənə hərf səhv eləsəm, artıq qəbul etməyəcəkdir. Qəzəb nə idi müəllim? Qəzəb nə idi? Anger idi. Fikir verin, bir sözü dəfələrlə soruşur bizdən əziz dostlar. Qürurlu nə idi? Qürurlu bizdə proud sözü idi. Elə deyilmi? Ondan sonra stress nə idi? Ay Allah, stress sözü nə idi? Ay Allah, yadımdan çıxıb da stress nə olacaqdı stress sözü. Sonra gördüyünüz kimi stress sözü nə idi? Anger idi. Xeyr, stress idi. Proud. İndi fikir verin. İndi səsləndirir, deyir, sən özün eşitdiyini yaz və tərcüməsini də aşağıda verir. Və əziz dostlar, indi yaxşı, bura kimi işlədim, müəllim qaldı. Gəlirəm 12-ci unitə, görüm neçə dənə söz öyrənmiş oldum. Burada axı göstərir ki, mən heç bir söz öyrənməmişəm. Xeyr, öyrənmisən. Gəlirsiniz bura, reviewdə. Fikir verirsiniz, deyir ki, proud sözünü sən 10 dəfədən cəmi 3 dəfə düzgün cavab verə bilmirsən proud sözünə. Yəni, 10 dəfə düzgün cavab vermək lazımdır ki, o proqram sənin həmin sözü düzgün kimi götürsün. Və bu da 10 dəfəni də
fərqli formalarda yazılışında soruşacaq sizdən, deyilişində soruşacaqdır. Nə bilim, Azərbaycan dilində verib ingilis dilində soruşacaq, ingilis dilində verib Azərbaycan dilində soruşacaq. Yəni elə soruşacaq, belə soruşacaq. Axırda görəcəksiniz ki, o sözü istədiyinizdə, istəmədiyinizdə biləcəksiniz. Əziz dostlar, hal-hazırda 2 dənə bölmə əlavə olunubdur bura. Birinci bölüm. Bax gördüyünüz kimi bitirəndə də nə olur? Artıq Unity bitirdiyinizi göstərir sizə. Baxın məsələn, burada bitiribdir. Görürsüz, bütün sözlərin hamısını şagird burada bitiribdir və bu sizin əzbərlənmiş lüğətinizə əlavə olunur. Və bir də buna diqqət edin əziz dostlar. Burada deyir ki, həmin şagird nə qədər söz öyrənib? 200 söz öyrənib. Artıq neçə söz öyrəndiyinizi də diqqət mərkəzində saxlaya bilirsiniz əziz dostlar və verilişimizin sadiq qonaqları. Yəni bu proqramın açığı deyim belə, siz demo versiyasını istəsəniz, girib indiyin özündə də bir dəqiqə ilk 10 Unity işləyə bilərsiniz. Amma əgər belə deyim də bu proqramı daimi istifadə etmək istəyirsinizsə, proqramın hesab aylıq satışı mövcuddur. Bir hesabın satışı aylıq 5 AZN-dir. İstəsəniz əlaqə qurub onları da sizə yönləndirə bilərəm və bununla da bir aya inanın 1500-1600 söz öyrənən tələbələrimiz var. Yəni bu ingilis dili gələcəyiniz üçün möhtəşəm bir investisiyadır. İndi bir dəqiqə sözləri belə qoyub öyrənməkdə nə qədər çətinlik çəkdiyinizi bildiyimiz üçün bunu yaratmışıq əziz dostlar. Maraqlananlar mənə şəxsi əlaqə yarada bilərlər. Oldu əziz dostlar, bugünkü dərsimiz bu qədər. Hansı bir sualınız varsa buyurun, sualınızı verin. Yoxdursa mən bu dərsi burada yekunlaşdırmaq istəyirəm əziz dostlar. Buyurun, buyurun Xədicə. Salam müəllim, bir sualım var idi. Buyur, gözəl qızım. Bir dənə belə bir ifadə eşitmişdim. I feel blue. I feel blue. Qəmli olmaq deməkdir qızım o. I feel blue. Under the weather. Yox, qəmli olmaq da yox, estağfurullah. Səhv etmirəmsə o şey mənasını verirdi. Xəstə olmaq mənasını verirdi, səhv etmirəmsə. Yəni o biraz slenglərdə, Amerikan tərəfi slenglərdə istifadə olunan ifadələrdir. Amma səhv etmirəmsə xəstə olmaq mənasını verir. Tələbə, şagird. Buyur. Bir dəqiqə onu baxaq. Flu gripdir deyəsən, flu. Flu yox, flu demir. İgidim, flu demir. Bircə saniyə. I feel blue. Bir dənə baxaq qızım. Səhv eləmirəmsə xəstə olmaq mənasını verir. Yəni under the weather ifadələri var, meaning. Bax, nədir? Feeling down is completely normal. I feel blue meaning. Bu da mənə deyir ki, nədir onun adı mənası. When someone says I feel blue, it means that they are experiencing sadness, melancholy or low spirits. Ha, melancholy hiss etmək. Yəni belə keyfim yoxdur. Oy da nəsə, o deyil, heç o deyil. Azərbaycan dilində Xədicə, heç o deyil. Salam müəllim. Oldu, gözəl qızım. Sonra əziz dostlar, demək istədiyiniz bir şey var mı? Buyur, həqiqət. Xədicə, sizə yəni yenə deyəsən mikrovolnovka ilə qoşulmuşsunuz internetə. Çox zəif gəlir. Biraz zəhmət olmasa bəlkə uzadan danış qızım. Aha. Aha, bəli, indi geçəcək. Siz Friendly ilə Kind arasında fərqi başlamışsınız. Onu daha yaxşı yadda saxlamaq üçün deyə dost canlı kimi bir yadda saxlaya bilərik. Ola bilər, əlbəttə ki, dost canlıdır, amma Kind'da daha çox şeydir də, belə deyim. Friendly'də daha çox ünsiyyətdir. Kind'da amma vicdanlı insansan. Həqiqətən də belə. Bəlkə də ola bilsin ki, heç sən şey deyilsən, bəlkə dilin söhbət tutmur. Bəlkə heç insanlar kənardan elə görür ki, sən mehriban insan deyilsən, amma vicdanlısan da yəni. Zamanı adamı deyilsən yəni. Okay. Oldu. Sonra sual vermək istəyən var uşaqlar? Yoxdur. Okay, ladies and gentlemen, see you next time. Take care of yourself, okay? Inshallah we will meet next time. See you. Bye, man. Okay. Sağ olun. Bye. See you. Sağ olun. Sağ olun.